Murat, gələm də, gələm, tələsdirmə, qardaşımsan. Allah! Aa, maşın vurdum sənin üstündə. Kimdi vurdu bunun nömrəsinə bax? Deyən baxım. 10 ay. Bəs yaxşı, Murat, 100.000 versələr, döv. Allah hər razıyam. Ola bir qulaq asla. Eşşək boyda adamsan, bezmədin bu temalardan. 100.000 versinlər, hər şey eləyirəm. Bu nədir? Hüseyin, mən işdən çıxıram. Bu ne cürətli müdürdən belə danışırsan? Utanmırsan sən? Yaxşı eləyirəm. 5 milyon olmuşam loteriyadan. Gəlirəm dincələm. Yox. Onda sizdən bir dənə axırıncı xahişim var. Mənim üçün xüsusi, fərdi belə bir dənə atalar sözü fikirləşə bilərsiniz. Yaxşı. Adın nədir oğul? Hivam, Nə işlə məşğulsan? TikTokerəm. Boyun neçədir? 1.90. Soxsam yoxsa? Ayıb dövr, ala bu nəyin başlı giyinmisən? Yekə kişisən. O kablukla o kurtkanı giyinərlər heç. Mənim yoldaşım belə şey eləməz. Bu nədir? Üstündə tük var. Görmürsən ağ rəngdədir. Yəqin tükanda yapışıbdı üstümə. Həm də yaşlı bir qadınla sənə xəyanət eləyəsi deyirəm ki. Yorulmayasın qardaş. Niyə görə dedin ki, indi güya bu sözü sən? Murat, özümü göstərmirəm, mən valla. Prosta bir dənə belə söz deməyinə gör nə boyda xoşluq eləmiş olursan sən. Böylərlə hamama gedəndə tanımadığı adamların hamısına deyirlər ki, həmişə təmizlikdə, vücudu pak. Ən azından bu küçədə kimsə belə işləyəndə çönüb deyir ki, yorulmayasınız, Allah qüvvət versin. Niyə görə biz belə ala bildim, gör o sözü kimə deyirsən sən?